Axşamınız xeyir olsun, dəyərli psixoanaliz izləyiciləri. Yeni ildən yeni efir və yeni konseptlə qarşınızdayıq. Artıq biz real vakalar üzərindən psixoanalizi davam etdirəcəyik. Yəni şərti adlar qoyaraq öz seansımızda və yaxud da həyatda gördüyümüz vakaları psixoanaliz edəcəyik, yəni onları incələyəcəyik. Elə vaxt itirmədən deyərdim ki, başlayaq. Hı Şikayət hı. budur ki, davamlı baş və mədə ağrıları var və tibbi səbəb tapılmır. Yaş 35-dir və şərti adla davam edim. Elvin uşaqlıqda qorxu və kədər ifadə etdikdə lağa qoyulub. Dinlənilməyib, özünü ifadə edə bilməyib və zamanla hisslərini bastırdıqca da bədənində saxlamağı öyrənib və bu da təbii ki, psixosomatik xəstəlik olaraq özünü göstərir. Təbii ki, həmin pasiyent özündə baş verən psixoloji səbəbləri bilmir. Həkim müayinələrinə çox gedib, çox müraciət edib, amma fiziki bir problem tapılmır. Keçək bunu psixoanaliz etməyə. Xoş gördük Zəhra. Dəyərli izləyicilərimiz, xoş gördük sizi də. Əslində Zəhra, son zamanlar bu kimi müraciətlərlə çox rastlaşırıq. Uşaqlıqdan həmin o basdırılan duyğular içərisində böyüyən bir insandır. Biz çox rastlaşmışıq. İnsanlar var ki, qulağı kar olur, tutulur. İnsan var, deyək ki, qaraciyərində problem yaranır. Şəkər olsun, elə mədə-altı vəzində baş verən problem olsun. Misal üçün, xərçəng xəstəliyindən əziyyət çəkir və yaxud da digər bunun kimi bir çox xəstəliklərdən əziyyət çəkən insanlar çox zaman həkimə müraciət edirlər. Misal üçün, panik atakdan əziyyət çəkir, gedirlər həkimə, zobdan belə müayinədən çıxır, istər qan analizləri təmiz çıxır, istərsə də UZI-dən keçir, hər şey yerində. Amma adam ölürəm deyir, boğuluram deyir. Gedir ürəyindən yoxlanır, hər dəfə EKG elətdirir, amma heç bir şey yoxdur. Təbii ki də burada psixoloqların nəzər yetirəcəyi nədir? Kök səbəbində dayanan psixoloji travmalardır. Freud bunu psixosomatik simptom olaraq qeyd edirdi. Bəli. Yəni bastırılmış duyğular. Amma bu gün biz bastırdığımız duyğuları nə qədər ciddiyə alırıq? Və yaxud da həkimə getdiyimiz zaman hansı, məsələn, zobdan əziyyət çəkən, Hı xərçəng hı. xəstəliyindən əziyyət çəkən insanlar paralelində psixoloqa müraciət edir? Heç kəs. Heç ümumiyyətlə fərqindəyikmi ki, mən əslində nədən əziyyət çəkirəm? Gələcək qorxusu, keçmişdə aldığım travmalar və mənim gələcəyə doğru getməyimdə çox mühüm rol oynayır və təbii ki də mən hal-hazırda o hadisələr, situasiyalar bədənimdə, ruhumda, düşüncəmdə canlandıqca mən ölürəm sanki. Burada bastırılan duyğuların içərisində bir də cinsiyyət ayrımcılığı var. Qadınlar daha çox ağlayır, qadınlar emosionaldır. Biz Emosionaldır. öyrəşmişik qadınların ağlamasına, özünü ifadə etməsinə, amma kişilərdə belə bir deyim var ki, kişilər ağlamaz. Sən niyə ağlayırsan? Niyə zəifsən? Qız kimi olma. Sən kişisən, güclü olmalısan. Həmin o uşağın üzərinə o yükü daşıya bilmədiyi halda bir yük qoymuş oluruq. Bugünkü cəmiyyətimizdə həmin o kişilərdən biz narazıyıq bir qadın Hı olaraq hı. ki, çox soyuqqanlı olurlar kişilər, kişilər məntiqi, düz beyinli olurlar, sevgilərini ifadə edə bilmirlər, qadına qarşı necə jestdən istifadə etmək lazımdır, necə davranmaq lazımdır bilmirlər. Əslində bu gün biz onları tamam, bir kişi olaraq ola bilər ki, narazıyıq, fikrimizi dilə gətiririk. Amma onu anladığımız zaman, empati qurduğumuz zaman baxaq görək necə bir ailədə böyüyüb, necə bir təməli var bu kişinin. Əslində şuur məntiqlə deyir ki, sən güclüsən, ağlaya bilmərsən, gücsüz, zəif ola bilmərsən. Amma gəlib şuuraltına baxsaq, orada bir duyğular var, incinmiş arzular var, bastırılan hisslər, emosiyalar, duyğular var. Bax, insan bununla baş eləyə bilmir. Bəzən biz məntiqli şəkildə özümüz özümüzə hətta səsli şəkildə deyəndə, bəsdir, stop, ağlama, sən güclüsən, hər şey yaxşıdır. Bunu qulaq eşidir. Amma bir süre sonra yenə də eyni Çünki onun şeylərdir. Çünki ehtiyacı olan bir şuuraltı duyğu var. Təbii ki, bu daxili ziddiyyət onun eqosu üçün müəyyən problemlər yaradır. Yəni bu insan artıq ikili bir şəxsə çevrilmiş olur. Bədənin tələb etdiyi bir duyğu var, ağlamaq bəli. istəyir. Amma sən onu bastırırsan, ağlamağa icazə vermirsən və bu davamlı olduqca artıq insan nə edim? Çıxılmaz vəziyyətdəyəm. Birdən-birə kefim Hı korlanır. hı. Gündəlik heç nə yoxdur, hər şey çox yaxşıdır, amma mən yenə də özümü yaxşı hiss etmirəm, həyatdan zövq almıram, xoşbəxt ola bilmirəm və mütəmadi şəkildə bu döngünün Hı içərisində hı. bu duyğular davam eləyir. Ta ki, o duyğular üzə çıxana qədər. Məhz elə bu bastırılan duyğuların fonunda yaranır nevroz. İnsan nə qədər
alt şuura bastırar, bastırar. Çünki insan duyğusal, emosional, məntiq, bioloji, ümumiyyətlə hər bir hormonal bir prosesdən ibarət olan bir varlıqdır. Amma hər zaman biz kədər hissini kənara buraxırıq. Biz niyəsə hər zaman güclü olmalıyıq. Biz sevinç hissi kimi kədər hissini də yaşamalıyıq. Amma bizə öyrədiblər ki, ağlama. Uşaq vaxtı o qədər deyirlər ki, ağlama, kəs səsini. Sən ağlaya bilmərsən, güclü olacaqsan. Və bunun fonunda da bastırılan duyğular insanda məsələ müxtəlif psixiatrik problemlərə çıxardır və eləcə də nevrozun özünə də biz baxanda elə həmin o bastırdığımız duyğulardan qaynaqlanır. Əslində biz həmin o valideynləri dinlədiyimiz zaman deyir ki, mən uşağımı hazırlayıram həyata. Çünki Hı hı. həyatın həm yaxşısı var, həm pis üzü var və mən övladımı hazırlamalıyam ki, hər başına bir əngəl gəldiyi zaman, Bəli. önünə əngəl çıxdığı zaman yıxılmasın, ayaqda dura bilsin. Tamam, biz burada doğru metoddan mı istifadə edirik? Əslində necə etməliyik? Əgər Hı bu hı. uşağa hər dəfəsində özünü ifadə etməyini deyiriksə, ağla, duyğularını ifadə et deyiriksə, o zaman qarşısına çıxan ilk əngəldə yenidən orada dayanmağı seçəcək. Amma bu gün biz təzad da olsa, uğurlu şəxslərin həyat hekayələrinə baxaq, daha çox mənim dünən yıxılmışamsa, mən bu gün yenidən ayağa qalxıb addım atmalıyam. Həyat mübarizə tələb edir deyən insanlardır. Əslində bu mövzu üzərində bir çox nəzəriyyələrə toxunmaq istəyirəm ki, izləyicilərimiz üçün də daha açıq olsun bu mövzu və əgər bu kimi problemlərdən əziyyət çəkirsinizsə, o zaman vaxtında psixoloqa müraciət etməyinizi tövsiyə edirəm. Keçid edim Yunqa. Elvin burada duyğularımı ifadə etməməliyəm. Duyğularını ifadə etmək zəiflikdir. Artıq burada bir qorxu effekti yarandı. Mən əgər ağlayaramsa, o zaman özümü Zəif olduğum olaram. kimi qəbul etmərəm, zəif olaram. Artıq Yunqun nəzəriyyəsindən yola çıxarıqsa, Elvinin hal-hazırdakı hiss etdiyi bu dəyərsizlik hissi, zəiflik hissi, duyğularını kənara qoymaq, qorxuları ilə üzləşməkdən çəkinmək, bunların hər biri təbii ki, kölgə effektidir. Kölgədir. Zəhra, bədən kölgənin səhnəsidir. Nə yaşayırıqsa, ruhumuzda baş verən həmin o acılar, o duyğusal, emosional bastırdığımız bütün o hadisələr, yaşamaq istəyib yaşaya bilmədiklərimiz, həmin o kölgəyə bastırdıqlarımızın hər biri bədənsəl olaraq üzə çıxır, biruzə verir. Məhz elə mədədə baş verən problem də insanın həzm edə bilmədikləridir. Çünki biz bilirik ki, ümumilikdə götürəndə, psixosomatik olaraq da baxsaq, mədə-bağırsaq sistemi mərkəzi sinir sistemi ilə birbaşa əlaqəlidir. İnsanda əgər bir nevroz varsa, bir deyək ki, əsəb gərginliyi, sinir sistemində bir pozuntular varsa, təbii ki də çox vaxt o mədəyə vurur birbaşa və insan gedir yoxlanır, hər bir aparatlardan, müayinələrdən keçir, tibbi müayinələr alır və baxır ki, heç bir şey yoxdur. Hətta həkim belə çözə bilmir, tutaq ki, burada nə baş verdiyini. Çox bəsit və sadədir. Psixoloji bastırdığın, həmin o kölgə tərəfində yığılanlar, yaşamaq istəyib yaşaya bilmədiklərin. Hər zaman bunu deyirəm, bir də qoy deyim, bəlkə də təkrar olmuş olar. Erik Fromm'un çox gözəl bir sözü var. Deyir, dünyadakı bütün pisliklərin təməli yaşanmamış yaşamlardır. Yəni insanın yaşamaq istəyib yaşaya bilmədiyi və bastırdığı duyğulardır. Eyni zamanda bu mədə və baş ağrıları da var idi Elvində. Mədə ağrısı həzm edə bilmədikləridir və özünü ifadə etməkdə çətinlik çəkməsidir. Və eyni zamanda burada belə bir səhnə yaranır ki, özünü ifadə edə bilmir, beyində sürəkli bir döngü gedir. Kaş bu sözü deyərdim, kaş bunu ifadə edərdim. Bilsəydim o vaxt filan kəsə bu sözü deyərdim deyərək, artıq o düşüncələr davamlı müddətcə ya keçmişə gedir, ya gələcəyə gedir, ya o travmanın hardakı o hadisəni yaşayıb onu davamlı müddətcə düşündükcə həmin o Elvində də və Elvinin də timsalında hər kəsdə bu belədir. Bu duyğunu yaşayırlarsa, baş ağrılarından əziyyət çəkirlər. Miqren Mən- ağrısı olsun, baş ağrıları olsun. Aha. Bunların hər biri bizim mütəmadi şəkildə ya keçmişdə düşüncəmizin qalmasıdır, ya da gələcəkdə. Yəni mütəmadi şəkildə eyni mövzu üzərində düşünüb durduqlarımızdadır və hansı ki onları ifadə edə bilmirik. Günün birində müraciət eləyən danışanlar arasında belə bir şeyə rast gəlmişəm. Səhər tezdən ayıldım və öz səsimi eşitmədim. Özüm öz dediyim cümləni eşidə bilmirəm. Mən artıq kar olmuşam. O qədər deyirdim ki, bitsin artıq. Görmək istəmirəm, eşitmək istəmirəm, duymaq istəmirəm. Və günün birində səhər tezdən oyandım
gördüm ki, artıq sol qulağım tutulub. Bax, o qədər çox acılar içərisində, yaşadığı o situasiyalarda aldığı travmalardan dolayı həmin insanların müraciətlərində həmin o basdırılan duyğular, demək istəyib deyə bilmədiyi sözlər yatır. Axı çox vaxt, bu hisslərin hər birini elə bilirlər ki, bu olmalıdır. Hı hı. Hisslərinə ad verə bilmədikləri üçün və Bəli. yaşadıkları, hal-hazırda hiss etdiyin duyğu nə duyğudur, onu bilmədiyi üçün, onlar da psixoloqa müraciət edə bilmirlər. Məsələn, ürək ağrısı olur, baş ağrısı olur, bilir ki, harda baş verir o ağrı və ona uyğun bir həkimə müraciət edirlər. Amma duyğularımız elə bir zərif hissdir ki, biz artıq burada həmin o duyğularımızda baş verən o proseslərin incəliyinə qədər enə bilmirik. Çünki buna zamanımız yetmir, çünki özümüzə zaman ayırmırıq. Yadıma düşmüşkən Heyran, buna da toxunum. Elvin və Evlin timsalında, bu duyğuları yaşayan hər kəsə şamil edilir mənim bu deyəcəklərim. Tamam uşaqlıqda basdırılmış duyğular var, valideynin səhv yönləndirməsi var. Amma bu sonrakı dönəmlərdə bizim həyat şəraitimizə də təsir göstərir. Həyatımızın hər anına, sirayət edir. Hı. Və elə burda münasibətlərə də toxunmaq istəyirəm, yadımdaykən. Həmin insanlar, duyğularını basdıran şəxslər çox vaxt münasibətdə də hər şey qaydasında da deyir, orada da duyğularını basdırır. O qədər uşaqlıqdan artıq öyrəşib ki, özünü ifadə etməməyə. Sanki özünü ifadə edərsə gözdən düşər, zəif kimi görünər. Təkcə bu, qadın, kişi olaraq ayırmıram, hər kəsə şamil olunur. Kişilərdə bu daha çox özünü göstərir təbii ki. Qadınlar ən azından biraz da olsa özlərini, duyğularını, emosiyalarını ifadə edə bilirlər. Emm, və burdakı münasibətlər sisteminə toxunsaq, bu qədər basdırılmış bir duyğu varsa, təbii ki, həmin o münasibətin təməli də sağlam olmayacaq. Özünü basdırır, özünü göstərə bilmir. Əsl mən kimdir, onu göstərə Hı bilmir. hı. Mən bu an, bu situasiyada əsəbləşdim, özümü yaxşı hiss etmədim. Bunların heç birini qarşı tərəfə ötürmədiyim müddətcə, o zaman mən, həmin o münasibətin təməlini necə sağlam edə bilərəm? Ona görə də məhz, psixoloji dəstək şərtdir. Çünki insanın öz hisslərini ilk öncə adlandırması şərtdir. Mən hal-hazırda nə hiss edirəm? Hı Həmin hı. şəxslərdə itirmək qorxusu da olur çünki. Bəli. Əgər mən duyğularımı ifadə edərəmsə, gerçək mən necə reaksiya verməlidir? O reaksiyanı verərəmsə, birdən qarşımdakı insanı itirərəm. Bu itirmək qorxusuna görə yenə də avtomatik kilitləyir özünü. Bax, orda da insan dəyişimdən qorxmurmu? Çünki dəyişmək hər zaman biraz çətindir. Dəyişmək özünlə üzləşməkdir, dəyişmək uşaqlıq travmalarına enməkdir, dəyişmək orda hisslərə ad qoymaqdır, bədənlə əlaqəni qurmaqdır, özünə mərhəmətli davranmağı öyrənməkdir. Dəyişim hər zaman bizdən bir mücadilə istəyir, bir zaman istəyir, bəlkə də aylarla bir vaxt Bəzən də istəyir, itirmək istəyir. bəlkə biraz çox pul istəyir, bəlkə daha çox həkim müdaxiləsi, daha çox psixoterapevt müdaxiləsi istəyir. Onun üçün də biz hələ bir sual altındadır. Biz dəyişimə hazırıqmı ümumiyyətlə? Belə deyim ki, dəyərli izləyicilərimiz, əgər dəyişmək istəyirsinizsə, itirməyi də gözə alacaqsınız. Əgər sizi özünüzü olduğunuz kimi sevən bir insan yoxdursa, zaten o insanın sevməsi heç bir işinizə yaramayacaq. Elə burada gəlir çıxır maskalanmaya. Bəli. Həmin şəxslərin özünü maskalamasına, gerçək mənini ortaya qoya bilməməsinə və o insanların, şüuraltısında belə bir düşüncə və belə bir inanc yatır ki, əgər məni valideynim olduğum kimi qəbul etməyibsə, o zaman qarşımdakı bəy və ya xanım da məni olduğum kimi qəbul etməyəcək. Elə ondansa tək qalma qorxusuna görə maskalanaraq yanındakı insanları yalançı və şərti sevgi ilə yanında saxlayır. O qədər haqlısan ki, Zəhra, nə qədər də sosial şəbəkə əsri olsa da, media dövrü olsa da, biz elə ta o vaxtdan bura qədər bastıra-bastıra gəlmişik öz hisslərimizi, duyğularımızı. Heyran, izləyicilərimizə səslənmək istəyirəm. Çünki yaşa baxaq, 35 yaşdır, Bəli. amma nə qədər də biz böyüsək də ruhumuz o travmalarda qalır, ilişir qalır, o uşaqlıqda qalır. Bəli. Bu gün lağ obyekti olaraq deyilir ki, hə, sən uşaqlıq travman Hı. var. O 40 yaşında kişisən, 40 yaşında Hı. qadınsan. Uşaqlıq travması nədir? Təzə çıxıb bu kimi terminlər. Amma baxın dəyərli izləyicilərimiz, bu gün yaşadığınız bütün psixoloji, fiziksel olaraq hiss etdiyiniz narahatlıqların hər birinin kökü uşaqlıqda yaşadığınız o travmalardır. Sizə bir neçə sual verəcəm və mütləq özünüzə zaman ayırın. Bu sualları dərin düşünün. Maskalanmadan,
Özünüz olaraq ilk dəfə özünüzə etiraf edin. Sən hansı hissəni uşaqlıqdan bədənində saxlayırsan? Sən ağrılarını danışmağa çalışanda kim səni susdururdu? Özünü nə qədər ifadə edə bilirsən? Mən də keçid almaq istəyirəm. Həmin o şərti dediyimiz Elvinlərə burdan müraciət eləyək. İfadə olunmayan emosiyalar heç bir zaman yox olmur. Sadəcə şəkil dəyişdirib davranışlarında özünü biruzə verə bilər. Elvin uşaqlıqda yaşadığı həmin o ağrılar, o qorxular, o deyək ki, itirmək qorxusu və digərləri bu gün davranışında özünü biruzə verir və şuuraltısında qalan həmin o duyğular, basdırılan duyğular bədənsəl olaraq şəkil dəyişdirərək biruzə verir və biz buna psixosomatika deyirik. Məhz o mədə ağrıları, baş ağrıları həmin o uşaqlıqda basdırdığı duyğular idi. Heyran, bunu da əlavə edim ki, baş və mədə ağrıları psixikanın gizli mesajı idi. Məni eşit, mən incinmişəm və mən qorxmuşdum. Və yaxud da həzm edə bilməmişdim. O formada da bu gün üzə çıxır. Belə bir psixoanalizin daha sonuna gəldik. Dəyərli izləyicilərimiz, əgər sizdə də psixoloji olaraq, fiziki olaraq hər hansısa bir ağrılar varsa və buna ad verə bilmirsinizsə, sizdə baş verən proseslərin psixoanaliz olunmasını istəyirsinizsə, o zaman məxfiliyi qoruyaraq biz sizin problemlərinizin hər birini müzakirə edə bilərik. Növbəti psixoanalizdə görüşənədək.